Dur bas bayra. Bayra. Dur bas bayra. Neyirsən? Mən suallara baxdım. Zırt girərəm universitetə. Ona görə indi əsgəriyə hazırlaşıram. Düz deyirsən. Düzən! Rahat! Sol! Sol! Sağ! Uşaqlar, 3 saat vaxtımız var, başlaya bilərsiniz. Uğurlar. Uğurlar qardaşlar. İmtahandan çıxarkən övladlarınıza qarşı anlayışlı olmalı və bir valideyn kimi onların yanında olduğunuzu hiss etdirməlisiniz. Bir dənə yanındakı adamdan soruşa bilmirdin ki, bu cavablar düz yazasan. Ata, bütün sualları yazmışam, 100% 700 bal yığacam. Qardaş, sənə bir dənə sır açıqlayacağım. Bizim uşaqlarımız o vaxtlar addımda səhv düşüb. Götür oğlumu, gəl oğlum. Nə danışırsan? Ata, adı nədir sənin? Nə oldu? Həyat, heç bir suala cavab yazamadım. Kəsiləcəm 100%. Qardaş, siz də 19-20 yaşlı uşağın böyrəni neçəyə götürürsünüz? Hazırlan, pulunu çıxartmalıyam ya yox? Nə oldu, nə yazdın? Ata, suallar çətin idi. Onu demirəm, Liverpool Aston Villa nə yazdım? Ata, sualların heç birinə doğru cavab yazamadım. Çünki hazırlıqların pulunu həmişə oyunlara atırdım. Yaxşı da pul tuturdum. Ay, bunu mən əvvəldən niyə demirsən sən? Da boş-boşuna gəl burada imtahanıza da gözləyirik. Bu cürə bomba oyunlar var, həqiqətə görə ağarır. Ata, bütün suallara doğru cavab yazdım. 700 bal yığacam 100%. Hə, sənə dünən ağzımda dedim ki, mənə o boyda bal yığıb üstümə gəlməyib. İndi bax, televiziyadan gələcəklər. Mənim kostyumum yoxdur geyinməyə. Stolun üstünə yemək, meyvə, nə bilim, banan, ananas. Başda nə qarası olsan, sən? Ata, imtahanda qorxdum, elə bildiyim də yadımdan çıxdı. Şeyib yoxdur, gedib vətən olan borcumu ödəyib gələcəm. Sonra da azlaşıb gəlirəm də imtahanda. Vətən olan borcu bildim, bu da azlara pul tökmüşəm. Mənim borcum doğ hələ. Hə, nə oldu? Ata, mən deyəsən kəsiləcəm, yaxşı yaza bilmədim. Düşün, yazanmadın. Ala bunu, sabahdan əl əsgərəmin yanında şkatır vurarsınız, davay. Ata, suallar çətin idi, heç yaza bilmədim. Ata, sən nənəm, Ay, ata nədir aşağı? Sənə tamam eləmirəm, bu. Ata, mən deyəsən kəsiləcəm, çox pis yazmışam. Sən özünə. Mən bütün günü dinlənçilərə nəzir verdim 20 qəpiyi. Hayf o puldan. Ata, mən suallardan qorxdum, əlim sudurqa tutub, işləmir. Dəqiq, höş bomba kimi, getdik dilənməyə. Höş bax, sənə öyrədirəm. Hə, nə oldu? Ata, mən deyəsən kəsiləcəm, suallar da çox çətin idi, çoxsuna səhv cavab yazmışam. Hala, sən çox həyəcanlanmısan, su iç. Özvə gələsən, su iç. Ata, bu təxmini hesablamalarıma görə bir 120 bal yığaram da. Bu balla hara girə bilərəm səncə? Bu balla sən Bakı Dövlət Universitetinin bufetində dönərçi kimi işləyə bilərsən. Necə oldu? Ata, mən biraz həyəcanlandım. Deyəsən az bal yığacam. Eybi yox, canın sağ olsun, nə olar ki? Dünyanın axırı dök. Hazırlaşarsan, gələn yenə imtahan verib girərsən inşallah. Gəl. Əgər siz imtahan zamanı nəzarətçisinizsə, köçürmə hallarının qarşısını almalı və sakitçiliyi təmin etməlisiniz. Əziz abituriyentlər, sizə test suallarında 5 variant veriləcək. Belə ama 6-cı variant da var, o da məndədir. Mənə 500 manat verirsiniz, sualların cavabını deyirəm. Müəllim, üzr istəyirəm. Mənə test kitabçası verməmişsiniz. Sənin kitabçanı bayaqlar külqab elədim, tulladım, getdi. Mən sənə şifa verəcəm suallar. De görüm, Şirvanşahlar dövləti nə vaxt yaranıb? Bilmirəm. Əmdir, bayaqdan kitabçı axtarsan, bir dənə Şirvanşahlar dövlətini bilmirsən. Müəllim, çox üzr istəyirəm. Bu tarixdən anlayan sualın cavabının qiyməti neçə idi? Bunun qiyməti 350 manatdır. Sənə görə 50 manat keçərəm. Bayaqlar 400 manat verdilər, demədim ha. 350 manat. Müəllim, üzr istəyirəm. Bu Qaraqoyunlar dövləti neçənci ilə yaranıb? Kömək eləyində xahiş edirəm. 1500. Variantlarda elə cavab yoxdur. Ay, əmdir. Cavabı demirəm, mənə verəcəyim pulu deyirəm, 1500. Müəllim, üzr istəyirəm. Qavqamela döyüşü neçənci ilə baş verib? Hə, gözdən 3-cü daranı yığıb soruşuram. Ay, əmdir, məndən nə soruşsan? Nəzarətçiyəm, mən. Yarım yandı. Ay,
Qasım bir dənə boz kompakt da gəl. Yeri tez ol. Müəllim imtahan siz nə danışırsınız? Hə, 5 ildir gəlib imtahan versən, hələ girənməmsən. Yoldaşımdan çox səni görəmi burada. Yer qaç, bir şey yarım. Yarım yandı. Ha, baxma yanındakına, özün yaz. Əvvəlcə hamınıza uğurlar arzu edirəm. İmtahan zamanı qadağan olunmuş vasitələrdən istifadə etmək, yanınızdakına kömək etmək və ya da kömək istəmək qəti qadağandır. Bir daha uğurlar, buyurun.